biz deyirik bu 5 kitab, 10 kitab oxumaqla. Yəni 10 təlim, 5 təlimə getməklə, təlimdən təlimə də fərq var. O da bir başqa məsələdir, mövzudur. Amma burada sənin özünün istəyin də olmalıdır. Ən önəmli. Ən önəmli istək. Hədəf deyirik. Hədəf nədir? Hədəf insan arzusunun dəqiqlənmiş və gücləndirilmiş bir formasıdır. Arzunun. Hədəflərimiz həyatımızın müəyyən hissələrində müəyyən hədəflərimiz olur. Mən düşünürəm insanın inkişaf eləmək istəyi, arzusu, o da hədəflənəndə hədəf aparır. O ki, sənin öyrənmə eşqin var, sənin inkişaf eləmə eşqin var. O ki, sən qəbul eləyəndə ki, insan daha dərin varlıqdır. Nə dərəcədə çox müdrikləşmək istəyir, müdrikliyin hansı zirvəsinə çıxmaq istəyir və bu inkişaf etapında öyrəndikləri, bildikləri məhz həmin bu hissədə güc olaraq bizim gücümüzə güc qatır və ətrafımızda olan insanlara da dəstək ola bilirik. Afət xanım, mən soruşmaq istərdim ki, qadının gücü nədədir? Qadının gücü onun bir neçə əsas da mən gətirərdim orada qadın xüsusiyyətlərində. Qadın uğurlu olmaqdan ötürü bəylərdən fərqli olaraq, bəylər əgər bir uğura hansısa bir sərtliklə, hansısa bir yanaşma başqadır. Xanımlarda sərtlik və yaxud bəli, qadın həlimliyinlə. Qadına ən birinci lazım olan onun həlimliyidir. Çünki biz bəylər kimi sərt gedə bilmərik hansısa bir hədəfə, hansısa bir uğura. Bizim yolumuz fərqlidir. Bizim yolumuz birinci rahat olmalıyıq. Ən birinci qadın ruh halı rahatçılıqdır. Qadın rahat olanda onun qadın gücü artır. Rahat necə bunu izah edək? Rahat, bunu biraz da aça bilərik. Necə rahat olmalıyıq? Rahatlamağı necə izah edə bilərik? Rahatlıq dediyimiz o birinci qorxuların üstünə gedəndə artıq bir fəaliyyət tutalım, götürək. Bunu bir xanım edibsə, bir xanım bacarıbsa, demək mən də bacaracam. Bu inamı artırmaq, inamla bağlı bəyəndiyim bir fikir var. Deyir, inam heç bir elmin izah edə bilməyəcəyi sirlərin açarıdır. İnam, özünə inamı artırmaq. Özünə inamı artırdıqca həmən o dediyimiz rahatlama duyğusu artır. İnam artır, rahatlama gəlir və qadının gücü artır. Qadın olduğu fəaliyyətdə, məsəl üçün, yaratmaq istəyir. Quruculuq, yaratmaq, qurumaq, dəstək olmaq. Bunu məhz o rahatlama fonunda dediyimiz kimi qorxunun üzərinə gedən həmən o inamdan doğur. İkinci mərhələ zövq almaq deyilən, tutalım ki, təbiətin gözəlliyindən, bugünkü dünyamızda məlumat partlayışı dünyasında yaşayırıq, informasiya partlayışı bir devrindəyik. Bu da bizim beynimizdə o dərəcədə çox fikirlər olur. Təbiətdə gedirik, yol gedirik, amma təbiətə fikir vermirik. Tutalım, küləyi hiss etmirik. Bunların özü bir qadın üçün çox önəmlidir ki, küləyi hiss etsin, o təbiətin gözəlliyini görsün. Bax, bu anda da, bu da qadın ruhu üçün çox önəmli məqamdır. Təbiətlə vəhdətdə olmağı deyir. Təbiətlə vəhdətdə olmaq. Çünki qadın ruhsal varlıqdır axı, ona lazımdır o. Üçüncü, mən deyərdim, üçüncü sıralamada gəlir o bayaq dediyimiz həlimlik. Həlim. Qadın yumşaq olmalıdır. Qadın həlim olmalıdır. Həlimlik də qadının gücünü artıran o daxili ruh hallarındandır.